Salam əziz şagirdlər. Nisbətən mürəkkəb tipli belə bir tənliklər sistemi verilib. Tənliklər sisteminə görə bizdən x, y, z hasili tələb olunur. İlk öncə biz sistemin ikinci tənliyində x-in, y-in və z-in kvadratları cəmini görürəm. Bu kvadratları cəmi mənim üçün x üstəgəl, y üstəgəl, z kvadratı ifadəsində var. Bunun açılışını yazsam bu bizə x kvadrat üstəgəl y kvadrat üstəgəl z kvadrat üstəgəl 2xy üstəgəl 2yz və üstəgəl 2zx verir. Demək ki, bu ifadədə bu hissə bizə şərtdə 14 verilib və üzərinə gəlinsin. Bu mötərizədən 2-ni çıxarsam, alıram ki, xy üstəgəl yz üstəgəl zx. Bu hissədə bizdə tənliklər sistemində 11 verilib. Demək ki, buradan x üstəgəl y üstəgəl z-in kvadratı bərabər olur 14 üstəgəl 2 vur 11, yəni 22. Bu da bizə verir 36. Buradan alıram ki, x üstəgəl y üstəgəl z bərabərdir 6-ya. X üstəgəl y cəmi bizə 3 verilib. Gətirib bu ifadədə x üstəgəl y-ə 3 yazsam, 3 üstəgəl z-i mən 3 yazsam 6 verir. Demək ki, mənim z-im 3-dür. Qeyd edək, z bərabərdir 3-ə. Bizdən x, y, z hasili tələb olunur. Daha sonra nə edirəm? Aşağıda verilmiş bu sistemdən x, y üstəgəl bu iki ifadədən z-i mötərizə xaricinə çıxarsam, z vur. Nə alıram? X üstəgəl y alıram. Bu da bizə nə verir? Bərabərdir 11 verir. X, y üstəgəl z-i 3 tapmışam. 3 vur. X üstəgəl y də özləri 3 verir. Bərabərdir 11-ə. Demək ki, x, y də bərabərdir nəyə? 2-yə. X, y hazır 2 tapdım. Z-i isə 3 tapmışdım. O zaman x, y, z hasili x, y-in yerinə 2 yazsam 2 vur. Z-im də 3-dür. Yəni 6 olar B variantı.